Hər kəs salam dostlar, bugün futbolda könüllülük vlogu ilə qarşınızdayım. Deməli, biz Bakı şəhər halqası könüllüləri olaraq getmişdik bura. İlk öncə getdik, bizə forma və yemək verdilər başlamasından əvvəl. Bu səfər yeməkləri çox detallı çəkə bilmədim, çünki həqiqətən şərait o deyil idi. Amma belə əlimdən gəldiyi qədər göstərməyə çalışdım. Gördüyünüz kimi sendviç, salat, kola, popkek və mandalin var idi. Burada bir yerə yığıldıq və nə edəcəyimizi başa salırdılar. Burada biraz özümüzü alqışlayırıq. Deməli, biz outside access-dəyik. Və artıq biz gəldik, durduq yerlərimizdə. Bizə belə yumru bir top verdilər və onun içində yağmurluq var idi, yəni yağışlıq. Əgər yağış yağsa geyinək əynimizə islanmayaq deyə. Burada Nihadın önəmli strategiyasını görürsüz. Deməli dostlar, 3 dəqiqə başlayırıq. Və artıq biz başladıq. Gördüyünüz kimi insanlar da gəlir. Burada isə insanları yönləndiririk. Hər bir də dəyərli könüllü dostumuz Nihad bizə möhtəşəm soklar təşkil elədi. Çox sağ olsun. Hər işin yaxşı göründüyü qədər pis tərəfi də var və bu da o pis tərəfdən biridir. Fəaliyyətimiz bitdikdən sonra, yəni birinci yarının ortalarında gəldik baxmağa və burada da o penaltini görürsüz. Və bugünlük bu qədərdir. Digər vloqlarda görüşmək ümidilə, sağ olun.